إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ به من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وعلى آله وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağınıza çağırıram. Və necə bilirsiniz, Şaban ayındayıq və Ramazan ayına çox az qalıb. Və münasibdir ki, Ramazan ayını biraz yadımıza salaq. Bu ayda nə lazımdır və necə lazımdır bu ibadəti keçirmək. Və məlumdur ki, Ramazan ayında oruc ümumiyyətlə İslamın 5 şərtindən biridir. Və Allah və Rasulü Ramazan orucunu bizə fərz edib. Allah subhanahu teala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmən kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Yəni bu ayda Allah subhanahu teala iman əhlinə müraciət eləyir və bildirir ki, ey iman gətirənlər, sizə də orucluq fərz olundu, necə ki, sizdən qabaqkilərə fərz olunmuşdu və bəlkə qorxasınız, bəlkə təqvalı olasınız. Və Allah subhanahu teala bu ayda iman əhlinə müraciət edir və bildirir ki, orucluq fərzdir və həmçinin bildirir ki, orucluğun ən böyük faydası insanın təqva sifətinə nail olmaqdır. Və nəinki orucluq təqva sifətinə nail olur, insan həmçinin səbəb olur cənnətə daxil olmağa. Talha İbni Ubeydillah radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem oturmuşduq, bir Ərabi girir, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və deyir ki, bəs mənə xəbər ver, Allah subhanahu teala nəyi fərz edib, mənə xəbər ver. Məsələn, Allah subhanahu teala nə hansı namazı mənə fərz edib onu bildir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Allah subhanahu teala sənə 5 vaxt gündə namazı fərz edib buyurub və ondan da əlavə nə qılsan. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onda mənə orucdan xəbər ver, hansı orucdan mənə fərz edib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Ramazan ayının orucunu sənə fərz edib və ondan əlavə nə tutsan. Və sonra buyurdu ki, zəkatdan mənə nə fərz edib və dedi ki, zəkat da fərzdir illik miqdarından və sonra yəni gəlilindən ildə bir dəfə və sonra bildirir ki, və Peyğəmbər sallallahu aleyhi ve sellem belə İslamın əsaslarını bildirir ona və sonra Ərabi deyir ki, mən nə demirsən onu eləyəcəm və ondan artıq heç nə eləməyəcəm. Sadəcə nə dedim bunları? Namazdır, orucdur, zəkatdır və s. Bunları eləyəcəm, ondan əlavə heç nə etməyəcəm. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, əgər sadiqdirsə sözündə nəcat tapacaq. Və ya başqa rivayətdə gəlir ki, əgər sözündə sadiqdirsə, daxil olacaq cənnətə. Buxari, Müslim rivayət edib. Yəni, bunu göstərir ki, böyük bir dənə ay gəlir, cənnətə daxil olmaq üçün ən böyük səbəblərdən biridir. Və həmçinin Ramazan ayında olan məsələlərdən həmçinin bilmək lazımdır ki, orucluğun ərkanı var, rükunları, ədəbləri. Və əsas da orucluq 2 dənə rükündən ibarətdir. Ən birinci niyyət, yəni niyyət də gecədən olmalıdır. Sübhdən sonra yox, gecədən olur və ikinci də yeməkdən, gün çıxandan ta batanacan yeməkdən, içməkdən və cinsi əlaqədən çəkinməkdir. Yəni, əsas budur orucluqda. Niyyət və əsas bu 3 şeylərdən çəkinmək və belə 3 şeylərə oxşar nəsə, çəkinmək. Və həmçinin orucluğun fəzilətindən həmçinin qardaşlara, bu Hüreyra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, orucluq elə bir hasardır, səninlə cəhənnəmin arasında. Orucluq elə bir hasardır. Və o adam ki, orucluqda söyməsə və cahilliklə keçirməsə
və xüsusən də əgər kimsə ona döyüşmək istəsə və ya söysə, ona desə ki, mən orucam, yəni 2 dəfə, mən orucam və əgər belə eləsə və Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni onun üçün cənnət var. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, sonra buyurur hədisdə, buyurur ki, and içir Allah Subhanahu taalaya və deyir ki, oruç tutanın ağzındakı olan iyi Allah yanında ən gözəl ətirdən onun üçün xeyirlidir, onun üçün xoşdur. Allah dərgahında. Və sonra buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Taala buyurur ki, oruç tutanın cəzasının, əcrin mən verirəm, məndən başqa heç kəs vermir. Çünki o mənə görə yeməkdən, içməkdən və şəhvətindən uzaq dayanır, tərk eləyir. Yəni mənə görə. Ona görə deyir ki, onun savabını ancaq mən verirəm. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədis davam edir və deyir ki, hər savab da 10 misalındadır, yəni 10 qatdır artıq. Çünki bu ayda edilən əməl ümumiyyətlə əcri daha çoxdur başqa aylara baxanda. Və sonra buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə və cənnətdə qapı da var, Rəyyan qapısı, ondan ancaq oruclu tutanlar keçəcək. Və sonra başqa hədisdə buyurur ki, kim Qədr gecəsini imanla və savaba nail olmaq üçün o cür keçirsə, Allah Taala onu keçmiş günahlarını yuyar. Və başqa rivayətdə buyurub ki, kim Ramazan ayının imanla və savaba nail olmaq ümidi ilə, arzusu ilə keçirsə, Allah Subhanahu onu keçmiş günahlarını yuyar. Buxari Müslim. Və həmçinin orucluğa aid olan məsələlərdən qardaşlar, oruç tutana nə olar? Yəni, oruc vaxtı, oruç tutan müsəlmana nə olar? Orucluq ayında, Ramazan ayında. Məsələn, birinci, yeyib içmək olar, cinsi əlaqə gecə vaxtı, təbii. Gecə vaxtı yeyib içmək, cinsi əlaqə olar. Və ikinci, məsələn, suhuru gecikdirə bilər. Hətta fəcrəcən, yəni hətta sübhün azanacan. Sübhün azanacan yeyə bilərsən. Günə çıxanacan yox, işıqlaşdanacan yox. Sübhün azanacan. Çünki azan dəlildir ki, artıq hava başlayır işıqlaşmağa. Aydındır? Ona görə gözləmə, işıqlaşır. Bəzi qardaşlar gözlüklə işıqlaşır və s. Ondan sonra yox, olmaz. Azan vaxtı oldu, azan dəlildir ki, vaxt girib. Və həmçinin qardaşlar, caizdir, məsələn, orucu sayılır o adamın, əgər yadından çıxsa, yiyib içsə. Məsələn, xüsusən əvvəl günlər insan az tutan adam öyrəşməyib. Və xüsusən əvvəl günlərdə görsən, yiyib içir nəsə, yaddan çıxır. İnşallah orucun tutsun, oruc səhih sayılır. Həmçinin birdən əgər insan cünub olsa və gəlirsə ki, artıq sübh namazı girib və ya artıq azandır, qorxusu yoxdur. Yəni, əgər gecə cünub olsun, o cür girsən, günə çıxandan sonra orucluq vaxtına, onun heç bir təsiri yoxdur orucuğa. Orucun onun təsiri yoxdur. Əsas odur ki, günorta vaxtı cünub olmayasan. Aydındır. Bir dənə yuxu olan vaxtı istisnadır. Birdən insan yatsa günorta, ehtilam olsa, cünub olsa, o orucu sayılır. Çünki o yuxulu olub, öz ixtiyarında olmayıb ona görə. Onda da sayılır. Yəni, orucu davam elə və həmçinin qüsul dalı ilə. Və həmçinin qardaşlar, oruc tutan adam nə edə bilər? Həmçinin yoldaşını öpə bilər. Yoldaşın öpə bilər, yəni öpmək orucu pozmur. Və həmçinin çimə də bilər. Oruç tutan adam, yəni çimə də bilər. Çünki bunlar nə üçün qeyd olunub? Əzlər şişirdirlər, həddindən artıq. Yəni şişirdirlər, orucu deyirlər, yox. Məsələn, sapı saldın, ağzıva məsələn, iynə tutaq ki, deşindən keçirəndə sapı saldın, ikinci də salsan, artıq oruc pozuldu. Əvvələ şişirtməkdir o, şişirtməkdir. Əlhamdülillah, çinmək də olar. Sadəcə, yəni, hovuzda da çinmək olar, dənizdə. Sadəcə elə ki, ehtiyatda ol. Düz həvəskar olma, oruc vaxtı dənizə gedmək. Amma birdən geçsin, yəni çimsin, yəni oruc bilginən ki, batil deyil. Sadəcə əsas odur ki, nədir? Çalış, burnundan bir dağısından su keçməsin. Amma çinmək isə rahatdır. Yəni, çinmək amma daha rahatdır. Bir dənə dənizdə hovuzdan çəkin. Ehtiyac var, ehtiyac yoxdursa çəkin. Həmçinin qardaşlar, dişləri təmizləmək də olar. Yəni, misvakdan istifadə eləmək olar. Misvak görsən, yaş olur. Həmçinin yuyursan, yaş olur, heç olmaz. O, yaşdan geçsə, boğazından keçsə. Həmçinin
çöplər olur, görürsən misvakda keçir. Onlar pozmur, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem orucda halda misvak çəkərdi. Misvak çəkərdi. Onu göstərir ki, ümumiyyətlə, orucda olan vaxtı insan gəlir özünə fikir verər. Çünki yemək yeməyəndə, su içməyəndə uzun müddət, sən isti vaxtları görsən, insanda ağzın iyi dəyişir, ona görə fikir versin. İnsan, yəni çünki müsəlman yəni özünə fikir verməlidir, ona yaxşı gəlməlidir. Ağzından, bədənindən, ayağından, aydındır, xüsusən yay günləri belə şeyə fikir vermək lazım. Nəinki orucluqda xüsusən. Orucluqda xüsusən, ona görə macunla da diş macununa dişləri təmizləyə bilərsən. İnşallah pozmur orucu. Sadəcə qəlqələ eləmə. Amma belə yaxalaya bilərsən ağzı və ya ağzın çox qurudur, ağzını yaxalaya bilərsən. O da inşallah orucu pozmur. Yəni, əsas odur ki, boğazından keçməsin. Və həmçinin, qardaşlar, orucu pozmayan əməllərdən oruç tutan vaxtı nələr icazəlidir? Məsələn, iynə vurmaq da olar. İynə vurmaq və ya damcılardır. Gözə xüsusən və ya buruna edə bilərsən, inşallah, lakin çalış, yəni boğazından keçməsin. Amma ehtiyac olsa, edə bilərsən, xüsusən də əgər iynə, lakin iynədə əsas nəyə fikir vermək lazımdır? İynə gücləşdirici olmasın bədəni. Yəni, vitaminli olmasın. Amma ağrı kəsicidirsə, o kimi iynələr, inşallah, orucu pozmur, səhih budur. Və həmçinin, qardaşlar, necə ki, İbn Teymiyyə rahimehullah buyurur. Həmçinin, qardaşlar, oruc olan adam nə edə bilər? Həmçinin qan götürtürə bilər. İnşallah, səhih budur ki, qan çıxartmaq orucu pozmur. O hədis ki, hansı ki, gəlib qan çıxardan pozur, o artıq hökmü zəifdir, mənsux olub. Yəni, çünki gəlib ki, başqa hədisdə oruç tutan adam qan götürürsə, orucu pozulmur həmçinin, qardaşlar. Həmçinin, yəni, səfərə çıxmaq da orucu pozmur. Bəzi qardaşlar elə bilər ki, səfərdən vacibdir, orucu açasan. Yox, vacib deyil. Xüsusən Ramazan orucun. Ramazan orucunun imkan dairəsində tutquna, hətta səfərdə olsan belə. Və həmçinin dastamazda burnu yaxalamaq, ağzı yaxalamaq orucu pozmur, oruç tutan adam bunları edə bilər. Sadəcə şişirtməmək, çox çəkməmək, burnuna çox, məsələn, ağzı qəlqələ eləməmək, belə şeylər fikir ver. Həmçinin oruç tutan adam yeməyin dadına baxa bilər. Yəni, xüsusən qadınlar, görürsən, yemək pişirəndə, iftara hazırlıq görəndə, görürsən ki, bilmir, duzludur və s. Götürüb, məsələn, biraz dadına baxa bilər, amma udmamaq şərti ilə. Bu da olar, inşallah, bir şey yoxdur, heç bir zəlzələ zad olmayacaq. Və həmçinin, qardaşlar, Ramazan ayda olan məsələlərdən həmçinin bilmək lazımdır ki, orucu nələr batil deyir. Bu dediklərimiz hamısı oruç tutan adam bunları edə bilər. Yəni, orucu pozmur inşallah. Lakin bəs nə pozur orucu? Orucu pozan aydındır ki, yemək içmək. Qəslə. Yaddan çıxmayıb. Qəslə yiyib içirsən. Və ya cinsi əlaqə. Və cinsi əlaqə bilirsiniz ki, bilə-bilə edən nə cəzası var? Düzdür, bilə-bilə yiyib içən bir gün qəzadır. Amma cinsi əlaqə ilə qəzası ya 60 gündür, ya bir qul azad edirsən də o yoxdur. Əsas iki şey qalıb qabağında. Ya 60 dəfə yedirirsən, ya da 60 gün oruç tutursan, dalbadal. Yəni, ayda 3-4 dəfə yox. Dalbadal, 2 ay. Ona görə bu cəzasıdır. Amma yiyib içməklə pozsun, bilə-bilə, o bir gündür. Hadın, çünki hədisdə gəlib, ne üçün belə demək istəyən, ne üçün belə yiyib içməkdə bu cinsi əlaqə? Çünki Peyğəmbər sallallahu hələ deyib. Peyğəmbər sallallahu hələ deyib. Yiyib içənə deyib bir gün, amma kim cinsi əlaqə ilə pozubsa, ona 60 gün. Və həmçinin, qardaşlar, orucu pozan məsələn, əməllərdən həmçinin bilə-bilə qusmaq. Yəni, bilə-bilə. Birdən gəldi, o heç, o pozmur. Amma bilə-bilə özün qusturursan, o pozur. Həmçinin o iynələr ki, gücləndirəndir bədəni. Onlar da pozur orucu. Aydın, qardaşlar. Və həmçinin orucu pozan əməllərdən həmçinin, təbii ki, o qadınlara aiddir. İzin və ya nifasın olması, yəni aybaşı və ya doğumdan sonra gələn qan, onlar pozur orucu. Bunlar belə vaxtı qadın tutmur, sonra qəza eləyər. Və həmçinin, yəni əsas bunlardır. Yəni qeyd etdiklərini bunlar pozur. Və həmçinin, qardaşlar, orucda olan məsələlərdən Ramazan ayına nə müstəhəbdir bu ayda? Nə müstəhəbdir? Müstəhəb olanlardan budur ki, iftarı tez açmaq.
tez açmaq, yəni əsrdən sonra yox. Yəni tez açmaq, yəni azan olan kimi. Yəni gözləmə, hansı planetlər görünəcək, Venera zat, lazım da öyle, aydın da ulduzlar görüləndə zat, onu yahudilər elə tutardı. Yəni bizi fərqləndirən yahudilərdən nədir? Məsələn, biz asatirin də yeyirik doğuşan əti də və orucu da açırıq azan olan kimi. Yəni bu şeylər bizi yahudilərdən neynir? Fərqləndirir. Həmçinin, qardaşlar, nə müstəhəbdir? Ramazan ayında həmçinin orucu açanda yaxşıdır xurman açmaq. Xurmanla. Varsa, əgər yoxdursa suna. Yoxdursa nə imkan var? Yaxşıdır ki, ədəblərindən budur ki, oruc azan olan kimi aç. Lap belə sussansa və ya açsansa, çox əziyyət çəkirsənsə, biraz yeyi, yüngülvari, namazı qıl, sonra gəl otur çörəyi. Aydındır, bu da yaxşıdır. Belə, amma çalış açqinə. Çünki məğribi oruc anında qılma. Bəzi qardaşlar deyir, belə laf belə ləzzətli olacaq, mən laf belə. Yox, hələ lazımdır Allah subhanətələ. Aydındır, laf belə lazımdır. Aç, sonra Allah belə istəyib. Və həmçinin, qardaşlar, nə müstəhəbdir, deməli, oruç tutana həmçinin müstəhəbdir, dua çox eləsin. Dua çox eləmək. Xüsusən bəzi məqamlarda, məsələn, gecə vaxtı, məsələn, səcdədə və ya məsələn, iftardan sonra və həmçinin müstəhəbdir ki, oruç tutanda suhuru gecikdirəsən. Yəni, necə? Ta sübh azanlacan. Sübh azanlacan. Ya, oturub bir dəfəli yemə, məsələn, dur sübhdən azandan qabaq, bir yarım saat tutaq ki, və ya çox və ya az, yəni bir şeyi elə ki, azan olanacan. Azan olan kimi dayan. Yaxşı da o vaxtacan yemək. Yəni, bu müstəhəbdir. Oruç tutan adam üçün. Həmçin, qardaşlar, oruçlu olan, Ramazana olan, aid olan məsələlərdən həmçinin kimə oruç tutma vacibdir? Vacibdir müsəlmana, ağlı olan şəxsə, həddi buluğa çatana, səfərdə olmayana vacibdir və həmçinin onu gücü çatana və gücü çatana. Əsas bunlardır. Bunlar varsa bu sifətdə o müsəlman özünə deyən adam gərək oruç tuta. Və həmçinin, qardaşlar, kimlər üzürlüdür? İndi kim tutmur, bu o qismdəndir. İndi özü təyin eləsin. Ya dəlidir, yəni çünki dəliyə vacib deyil, ya həddi bula çatmır, hələm uşaqdır, böyük oğlan olanda inşallah tutacaq. Həmçinin heyz və nifas, onlara oral tutmur oruç. Aydın qardaşlar, gör, yəni tutmayanlar kimlərin sırasında olur? Yəni, onlara da icazə. Heyz və nifas və həmçinin səfər. Səfərdə düzdür, aça bilərsən, amma imkan varsa tut yenə, xüsusən Ramazanı. Həmçinin xəstə. Xəstə əgər, görürsən, xəstəsənsə tutma. Xüsusən də əgər təhsil eləyirsə. Aydın təhsil eləyirsə, tutma. Sonra qəza eləyərsən. Hələ tutsun, halın pisləşdə, özvə zülm edirsən. Bu da günah qazansan. Savab yox. Aydın qardaşlar. Həmçinin, təbii ki, o xəstələr ki, deməli, əgər sağalacaqsa, əgər elə xəstələr var, sağalmır, yəni daimi də Allah subhanət hələ ümumiyyətlə bütün xəstə müsəlmanlara şəfa versin, onlar əgər heç vaxt tuta bilməyəcəksə, onlar sadəcə gündə bir nəfəri yedirsinlər, kəffarə versinlər, gündə bir nəfəri. Aydındır? Amma o xəstəlik ki, inşallah sağalacaq açansa, müəyyən müddətdir, o gözləsin, yedirməsin o. O gözləsin, yaxşı olandan sonra onlar hamısını qəza eləyəcək. Həmçinin kim üzürlüdür? Qoca kişi, qoca qadın. Yəni, həddindən artıq acizdirlər, onlar da diyana bilmirlər, onlar da, yəni, üzürlü, onlar da yedirmək olar. Onlar da yedirmək olar, artıq həddən düşüblər, saxlaya bilmirlər. Və həmçinin, qardaşlar, hamilə qadın və ya süd verən qadın, yəni, oruç tutmayanlar, bunların sırasında, yəni, bunlar da ancaq hamilə və kim? Yəni, süd verən qadın, bunlar da bu hamiləlik qutarandan sonra, süd verməyi müddəti qutarandan sonra qəza eləsinlər. Və həmçinin, qardaşlar, kimlər üzürlüdür? Dedik, yəni, heyzli və nifas. Bunlar da üzürlüdür. Yaxşı, həmçinin orucda aid olan məsələlərdən nə vaxt qəza eləmək? Yaxşı, tutaq ki, tutmadın, səfərdə oldun, tutmadın, məsələn, ağır oldu səfər və ya xəstəlik idi. Nə vaxt qəza eləysən və ya batıl eləmsən orucu, qəza eləysən ta o birisi Ramazanacan. Yəni,
qəzanın vaxtı o birisi Ramazan ancaqdır. Yəni, əlhamdülillah, Allah subhanət hala genişlik verib, o birisi Ramazanacan qəzaları tutquna. Həmçinin qəzalarda şərt deyil, dalbadal tutasan. Xüsusən o hamilə olan qadın o vaxt tutmayıb və ya süd verən qadın tutmayıb, aydındır, və ya nifasda olan qadın məsələn uzun müddət tutmayıb, şərtlər olar, yəni dalbadal tutsunlar. Əlhamdülillah, ta o birisi Ramazanacan yavaş-yavaş tuta bilər. Aydındır, qardaşlar. Və həmçinin bu yəni əsas orucu qəza edənlərə aid idi. Nə nəsiyyət edirik, ümumiyyətlə, oruç tutanlar üçün, nə nəsiyyət edirik. Ən birinci, istifadə elə bu aydan və bilgənən ki, orucluq, nəsiyyətimiz budur ki, orucluq, bir dənə cahillər elə başa düşür ki, yiyib içmək bir dənə sağlamlıqdır, yiyib içməmək sağlamlıqdır, gör ki, namaz da idmandır və s. və s. Həcdə turizmdir zat, hələ şey fikirləşmir, bu ibadətdir. Yəni, ibadət, bunlar ibadətdir, qardaşlar. Bu idman deyil. Əlhamdülillah, ola bilsin, idman da ola bilsin və s. Lakin əlhamdülillah, orada hər şey var. Ancaq xeyr, bir dənə şərdən başqa. Namazda hər şey var. Namazı bir dənə idman kimi başa düşür, avamlıqdır. Ona avam deyər. Orucluq da demək ki, mən yiyib içmirəm. Hətta tutsa belə o niyyətlə orucluq batildir. Orucluq deyil. Orucluqda sağ qazanmayacaq. Orucluğu sən tut, çünki Allah subhanətlə əmirliyib Ramazan ayına. Mən Allah sana əmrinə tabiyəm. Peyğəmbər sallallahu əleyhi və səlləm tabiyəm. O necə deyib? İkisi və o cür eləyəcəm. Əlhamdülillah, savab qazanırsan. Orucluğa elə bax ki, nə? Aydın qardaşlar, bu yəni tövsiyədir. Həmçinin tövsiyələrdən cürbəcür ibadətləri çox atkinən, xüsusən Ramazan ayında. Cürbəcür ibadətləri hamısı çox atkinən. Yəni, imkan nəyə varsa çox atkinən. Bu da yəni tövsiyə olunur. Həmçinin tövsiyə olunur ki, orucluğu tutanda, başlayanda, tutanda, qutaranda ümumiyyətlə nəyə nəzər almaq lazımdır? Yaşadığın yeri. Düzdür, şəriət gəlib ki, orucluq bir nəfər görsə, şahidlər olsa, kifayətdir. Onda başlayırsan, onda bitirirsən və ya tutaq ki, görməsəz, onda 30-u tamamlayırsınız. Lakin indi bu saat müasir vaxtımızda, indi bu saat cəmaat daha səmaya qalxır və s. İndi müəyyən qədər elm inkişaf edib o barədə. Ona görə qabaqcıdan da hesablayıb deyirlər. Düzdür, şəri cəhətdən bu biraz bəyənilməsə də, lakin alimlər deyiblər ki, xüsusən bu müasir məsələlərdəndir. Əsasən də. Alimlər deyiblər ki, kim harada yaşayır, oranla da geçsin. Alimlər də kimdir? Şeyx bin Baz, Şeyx Hüseymin, Şeyx Albani və Şeyx Muqbil və başqaları. Aydındır, qardaşlar, Rabbani alimlər, böyük alimlərimiz. Onlar deyiblər ki, kim harada yaşayıb, oranla geçsin, ona görə fokusda lazım deyil. Yəni, yenə başlayacaq qardaşlarda bəziləri gör ki, bu dəhşətdir. Yəni, belə də hər şeyi nəzarə alır. İndi günlə bir şey olacaq. Cəmaat necə tutur, ona lazımdır. Yəni, cəmaatın olmağı, möhkəmliyi, birliyi sənin o hər işliyindən daha xeyirlidir. Aydındır, ona görə hərdən çıxır adamlar görürsən, özlərini belə şey göstərirlər, aydındır. Hələ adamlara tövsiyə edir ki, başqa şeylər eləsinlər. Başqa şeylər eləsinlər, həris olsunlar, onlar üçün daha yaxşı olacaq. Aydın qardaşlar, və həmçinin tövsiyə budur ki, yəni orucluq vaxtı, oruç tutan üçün və ya Ramazanda tövsiyə odur ki, xüsusən məğrib namazını qılanda, xüsusən bu düzdür, imamlara aiddir, uzatmasınlar. Hərdən görürsən, imamlar uzadırlar, bəzilər görürsən, təkrarlayır, hafizdir, təkrarlayır. O, təkrarlayırsan ki, qiyamul-leyl, səhərəcən oxuyur. Lakin cəmaat namazını lazım deyil, qılmaq belə, uzatmaq. Çünki imam, hətta cəmaat namazda da gərək cəmaatı nəzərə almalıdır. Ona görə sahabələrdən biri uzatmışdır, çıxdı biri, Peyğəmbər s.ə.və şikayət elədi, ya Rasulallah, bəs uzatdı belə, Peyğəmbər s.ə.və çağırdı sahabini, dedi ki, sən fitnəkarsan, çünki namazla da fitnə eləmək olar. Aydındır, həddini aşsın. Hər şey həddində imam gərək nəzərə almalıdır, xüsusən iftar vaxtı, məsələn, bəqərəni oxumaq düzgün deyil. Aydındır, iftar vaxtıdır, əlhamdülillah, qıssa qıl, gəlib cəmaat iftar eləsin ki, çünki sonra gələcəklə işəyə, taravih var, aydındır, imam gərək
ağıl sahibi olmalıdır o barədə. Həmçinin tövsiyələrdən, həmçinin qardaşlar, çalış təravih namazlarında iştirak elə. Şərt deyil, düzdür, meçiddə, düzdür. Kim meçiddə qılsa gözəl, kim meçiddə evdə də qıla bilər. Aydın təravih namazlarını qıl yenə. Həmçinin tövsiyələrdən budur ki, əgər ümrə bacarsan Ramazanda elə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ramazan ayında edilən ümrə həc misalındadır. Buxari Müslim rivayət edib. Həc misalındadır. Təbii ki, kimin imkanı var. Həmçinin, yəni edilən əməllərdən həmçinin Quran-ı Kərim oxumaq çoxlu. Bəzi qardaşlar düzdür, saxlayırlar həmişə Quranı Ramazana, bu da yaxşı deyil. Yaxşı deyil, Quran həmişə oxunmalıdır. Aydındır, Quran həmişə oxunmalıdır. Yəni, sələflər həmişə oxuyub, sadəcə Ramazanda çoxaldıblar. İndi isə oxumuruq, ancaq Ramazanda oxuyuruq. O da düzgün deyil, bəyənimli əməllərdəndir. Həmçinin sədəqə, xüsusən də fitrə sədəqəsi, təbii ki, bu Ramazanın sonunadır və xüsusən də tövsiyələrdən də biri budur ki, qardaşlar, indi bu ay gəlir, az qalıb, çalış bidətlərdən çəkin. Bidətlərdən çəkin, yəni artıq şeylərdən. Artıq şeylər, necə dedik, bu Venera azadı gözləmək, Yupiteri, sonra, nə bilim, bəzilər elə başa düşür ki, sufuru mən 2 saat yiyib qutaracam, dayanacam belə ki, mənim orucum dəhşətli olsun. Yox, düzgün deyil. Düzgün deyil, əlhamdülillah, azanacan yiyinə, lazım deyil, şirtmək, şəriyyəti və s. Şəriyyətimiz əlhamdülillah azaddır. Nə var onu eləsən, əlhamdülillah bəsdir. Nə var onu eləsən, bəsdir. Aydındır, çox şirtmək, artıq şeylər, artıq namazlar və ya xüsusən özündən ixtira olunmuş, artıq zikirlər, dualar, yəni özündən ixtira olunmuş, 2000 dəfə, 3000 dəfə, hər gün birin, o bidədir. Aydındır və çalışın, belə şeyləri nəzərə alın. Əlhamdülillah, Ramazan ayı gəlir və çalış bu ay layiqincə keçir və ona hazırlıq gör, hazır ol günə və Allah subhanət hələ bizə eşi faydalardan etsin. Allah subhanət hələ bizim dualarımızı qəbul olan dualardan etsin. Allah subhanət hələ xalqımıza hidayət versin. Allah subhanət hələ ölkəmizi həmçinin müsəlman ölkəni xətadan, bəladan qorusun. Allah subhanət hələ bizi fitnələr və əhlindən qorusun. Allah subhanət hələ məscidimizin tam açılmağına kömək olsun. Aqul həzə və estağfirullah li və ləkum və lisairi muslimin min kulli zəm estağfiru innəhu huvəl ğafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya və mürsəlin Seyyidin Muhammedin və alə əlihi və ashabihi əcmain. İbadallah, innəllah ya'muru bil adli vəl ihsani və ita'i zil qurba və yenhanil fəhşai vəl munkari vəl bəği ya'izukum la'allakum tədəkkarun və li zikrullahi akbar və allahu ya'lemu ma tasnaun və aqimus salat.